hədis nəql edən İmam Cəfər Sadiq əleyhissalamdan Quranda adı keçən peyğəmbərlərin yaşı barəsində soruşur. 25-27 peyğəmbərin adı Qurandakı keçir. Başlayır Həzrəti Adəm əleyhissalamdan. Buyurur Həzrəti Adəm 930 il, oğlu Şis 950 sayır. Həzrəti Nuh əleyhissalama gəlib yetişəndə İmam Cəfər Sadiq əleyhissalam buyurur Həzrəti Nuh əleyhissalam 2450 il ömür edib. Sənə mənə bu çox uzaq gələ bilər. Hətta belə bir arqument məsələn gətirə bilərsən ki, biz görürük 80-da 90-da əl qırışdanır, üz qırışdanır, bel bükülür, yaddaş gedir, danışığını itirir, huşunu itirir, yeriyə bilmir. Axı 80-da 90-da belə olan 2400-ə necə gedib çıxa bilər? Biraz çox məsafədir də.